And that is the work that this assembly carries on today. ABŞ prezidenti Barack Obama Türkiyə Böyük Millət Məclisində nitq söyləyib. ABŞ-Türkiyə münasibətlərinə həsr olunmuş geniş nitqdə Obama iki ölkə arasındakı müttəfiqliyin tarixindən, Türkiyənin regiondakı nüfuzundan, Demokratik Respublika kimi onun uğurlarından və qarşıda duran imkanlardan söz açıb. Türkiyəni Amerikanın mühüm müttəfiqi adlandıran Prezident Obama bu ölkənin zamanın sınaqlarına qarşı Amerika ilə çiyin-çiyinə dayanmasının vacibliyini vurğulayıb. Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kemal Atatürk'ün mavzəleyini ziyarət edən ABŞ lideri bu böyük şəxsiyyətin tarixin kursuna göstərdiyi təsirindən danışıb. Onun sözlərinə görə Atatürk'ün həyatına verilən qiymət təkcə daş və mərmər abidələrlə ölçülmür. Atatürk'ün Türkiyəyə miras qoyduğu irs, qüdrətli və dünyəvi demokratiyaya malik olan Türk dövlətinin qurulmasıdır ki, qarşısında çıxış etdiyi parlament buna ən bariz nümunədir. Prezident Obama'nın sözlərinə görə heç bir millət bu sınaqların öhdəsindən tək başına gələ bilməz. Ona görə də dövlətlər siyasi kursları qarşılıqlı maraqlar çərçivəsində çıxış edərək müəyyən etməli və birlikdə işləməlidir. İrəliyə doğru hərəkət edən Amerika Birləşmiş Ştatları məhz bu yanaşmanı rəhbər tutacaq, deyə o bildirib. Qlobal iqtisadi böhranın qarşısını almaq yollarından danışan ABŞ lideri, böyük 20'liyin razılıqlarına əsasən kredit axınının bərpası, proteksionizmə qarşı mübarizə və maliyyə nizamlanmalarında islahatların vacibliyini önə çəkib. O, ABŞ-la Türkiyə arasında ticarət münasibətləri və investisiya mübadiləsinin genişləndirilməsinə çağırıb. Şərqlə Qərb arasında neft və təbii qaz nəqliyyatında oynadığı mərkəzi rolu vurğulayan Obama, ABŞ-ın Türkiyəni bu xüsusda dəstəkləyəcəyini bildirib. İqtisadi əməkdaşlığın təhlükəsizlik sahələrinə də şamil edilməsinə səsləyən natiq, vahid, sülhpərvər və azad Avropanın təşəkkül tapacağına ümidini ishar edib. Türkiyənin bu sayədə məsuliyyətlərini önə çəkən Prezident Obama, Avropa Birliyinə üzvlükdən Türkiyənin də bəhrələnəcəyini deyib. O, bu istiqamətdə aparılan islahatların təkcə Avropa Birliyinə yox, Türkiyənin özünə də fayda verəcəyini əlavə edib. Türkiyənin Ermənistanla münasibətlərinə gəldikdə isə Prezident Obama ötən əsrin əvvəllərində ermənilərin Osmanlı İmperatorluğu dövründə öldürülməsi faktına dair fikrini dəyişmədiyini deyib. Lakin ABŞ dövlət başçısı Vaşinqtonun Ankara və Yerevan arasındakı məhsuldar müzakirələrə müdaxilə etmək istəmədiyini deyib. Prezident Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamağa səsləyib. ABŞ lideri Türkiyənin Kipr və İsrail-Fələstin münaqişələrinin həllində də müsbət rol oynaya biləcəyini önə çəkib. O, Türkiyənin BMT-dəki Kiprirdəki vasitəçilik səyləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri alqışlayıb. Həmçinin Ankaranın İsrail ilə Suriya arasında vasitəçilik təşəbbüslərini də yüksək qiymətləndirib. İrana gəldikdə Prezident Obama İslam Respublikasına sülh mesajı ünvanladığını vurğulayıb. So both Turkey and the United States support a secure and united Iraq that does not serve as a safe haven for terrorists. Türkiyənin bu istiqamətdə müsbət rol oynamaq imkanlarını qeyd edən ABŞ rəsmisi İraqda baş verənlərin bütün regiona geniş təsir göstərdiyini vurğulayıb və Ankaranı regionda sülhün təmin edilməsi üçün Bağdadla əməkdaşlığını genişləndirməyə çağırıb. PKK-ya qarşı mübarizədə Amerikanın Türkiyə ilə eyni mövqedən çıxış etdiyini bildirən Obama, Türkiyədə kürdlərin təhsil və başqa imkanlarına şərait yaradılmasının vacibliyini vurğulayıb. Türkiyənin Əfqanistanda xidmət göstərən koalisiya qüvvələrinin mühüm hissəsi olduğunu bildirərək, ABŞ lideri dini ekstremizmə qarşı mübarizədə Türkiyənin səylərini müsbət qiymətləndirib.